Fason Radyo. Merhaba değerli dinleyicilerimiz. Bugün 9 Nisan 2026 Perşembe. Bakü Stüdyosu'ndan herkese merhaba. Fason Radyo'da Azerbaycan'dan Haberler programına hoş geldiniz. Ben Özlem. Ben de Eli. Bütün dinleyicilerimizi salamlayıram. Ali, dünkü yayınımızda Avrupa İnsan Hakları Mahkemesi'nin gazeteci Hatice İsmail ile ilgili bir kararından bahsetmiştik. Notlarıma bakıyorum da bugün yine aynı konuda bir gelişme var. Anlaşılan konu kapanmamış. Bəli Özlem, elədir. Dünən başqa bir işdən danışmışdıq. Bugünkü xəbər isə Meydan TV-dən gəlir. Ki bu da daha müxalif bir media orqanıdır. Avropa İnsan Hüquqları Məhkəməsi, araşdırmacı jurnalist Xədicə İsmailin şəxsi həyata hörmət hüququnun pozulduğuna qərar verərək, Azərbaycanı yenidən 6.000 avro təzminat ödəməyə məhkum edib. Qərar 2012-ci ildə hökumətə yaxın bir qəzetin İsmail haqqında alçaldıcı məqalələr dərc etməsi ilə bağlıdır. Anladım. Peş peşe kararlar geliyor. Yine insan hakları demişken notlarında Avrupa Konseyi'nden bir komitenin Azerbaycan'ı ziyaret ettiğini görüyorum. Bu ziyaretin özel bir anlamı var mı? Bu da önəmli bir xəbərdir və mənbəyi azadlıq.org-dur. Avropa Şurasının işgəncələrin qarşısının alınması komitəsi Azərbaycana səfər edərək rəsmilərlə görüşüb. Komitə keçən il Azərbaycanın onlarla əməkdaşlıq etmədiyini bildirmişdi. Bu səfər həm ölkədəki həbs şəraitini, həm də səlahiyyətli orqanların əməkdaşlıq səviyyəsini qiymətləndirmək məqsədi daşıyır. Yani geçen sene bizimle işbirliği yapmıyorsunuz demişler. Bu sene de bir gelip bakalım durum neymiş diyorlar. Anlaşıldı. İç siyasete bakalım biraz da. Nahçıvan'da ilginç gelişmeler var. Seçim komisyonu yapısı değişiyor ve bir kanun kaldırılıyor. Nedir bu kanun? Nahçıvan Muxtar Respublikası Ali Məclisinin sabahki iclasında Ombudsmanlıq qanununun ləğv edilməsi gündəmdədir. Mənbə Dayaz saytıdır. Bir dakika. Ombudsmanlık ne demek Ali? Kulağa bizim ombudsman gibi geliyor ama tam emin olamadım. Bəli, sizdə Kamu Denetçiliyi Kurumu deyilir. Vətəndaşların dövlət qurumları ilə bağlı şikayətlərinə baxan bir qurumdur. Ha, evet. Kamu denetçiliği. Peki neden kaldırılıyor? Bu kurumun görevini kim yapacak bundan sonra? Hələlik o barədə ətraflı məlumat yoxdur, amma qanunun ləğvi müzakirə olunacaq. Anladım. Takipte olacağız. Gelelim ekonomiye. Bütçe gelirleri artmış ama petrol fiyatları düşmüş. Bu nasıl oluyor? Azadlıq.org-un xəbərinə görə, ilin ilk rübündə, yəni ilk 3 ayında, dövlət bütçəsinin gəlirləri gözləntidən 5% çox olub. Ancaq ABŞ-İran arasında atəşkəs əldə olunandan sonra Brent neftinin bir barelinin qiyməti $100 aşağı düşüb. Bu da gələcək gəlirlər üçün bir təzyiq yarada bilər. Ah, petrolün cilvesi. Bir gün yüz güldürür, ertesi gün kara kara düşündürür. Bu hikaye bana çok tanıdık geldi. Neyse, biraz da güzel haberlere bakalım. Bulgaristan, Şuşa'da bir park yapacakmış. Bəli, Trend Az'ın yazdığına görə, Bulqaristan parlamenti Şuşa şəhərində bir parkın tikintisi ilə bağlı hökumətlər arası sazişi təsdiqləyib. Bu, Qarabağın yenidən qurulması prosesində önəmli bir addır. Ne güzel. Bu kadar siyasetin ve ekonominin arasında böyle haberler duymak iyi geliyor. Notlarda bir de hayvan barınağı haberi var. Yüreğimi burktu okurken. Bəli, BBC Azərbaycancanın xəbəridir. Zakatalada bir heyvansevər, Nizami Ramazanov, öz imkanları ilə 400-dən çox sahibsiz itə baxdığı bir sığınacaq qurub. İndi bu sığınacaq bağlanma təhlükəsi ilə üz-üzədir. 400-dən çox iti hara aparım deyə kömək istəyir. İnanılmaz bir çaba. Umarım bir çözüm bulunur ve o canlılar sokakta kalmaz. Son olarak Bakülülere bir uyarın var sanırım. Dün de bir kesinti vardı, bugün de var. Bəli, Dayaz.azın məlumatına görə, Azəri Qaz bildirir ki, bugün Bakının 2 rayonunda təmir işləri ilə bağlı qaz təchizatında müvəqqəti fasilələr olacaq. Anlaşıldı. Bakü'deki dinleyicilerimiz tedbirli olsunlar. Ali, bugünkü notlar için çok teşekkürler. Mən təşəkkür eləyirəm Özlən. Fason Radyo'da Azerbaycan'dan haberlerin bugünlük sonuna geldik. Yarın yine aynı saatte buluşmak üzere, hoşça kalın. Fason Radyo.